Salam dəyərli müştərilər. Bugün sizi Sumqayıt şəhəri Xəzər bağından belə bir səliqəli inşallah ki təmirə bağlanıb. Bir ay nə qədər belə vaxtı var bu evin tam hazır olmağının. Həyət gördüyünüz bu həyət hamısı 2 sotdur, təmiz. Sənəd, bağ sənədidir, Xəzər bağları. Simurqdan aşağıdadır. Bura olacaq yaşıllıq, burada hörüləcək. Bax, gördüyünüz bu yer hörüləcək və orada yaşıllıq olacaq. Yəni, alan adam özü üçün hər bir şey eləyə bilər. Sonra, burada aşağıda yay mətbəxi, sağ olsun, evi tikən yay mətbəxi. Bax, belə bir çox gözəl, səliqəli düşünüb. Buranı yay mətbəxi eləyəcək, görürsünüz, çox səliqəli. Sonra, bura neytral bir yerdir. Gördüyünüz üçün burada qapı olacaq. Və keçək evin içərisinə, daxilinə. Evimizin daxilindən xolustlardan keçirik mətbəxə, birbaşa. Gördüyünüz kimi mətbəx geniş bir həyət evi üçün geniş bir mətbəx. Bura sandıza hissə olacaq inşallah. Bir otaq. Bu ikinci otaq və belə bir zal hissəmiz. Ev təmiz 94 kvadratdır. Görürsünüz, əziz və dəyərli müştərilər. Gözəl, səliqəli bir mənzil inşallah, həyət evi inşallah olacaq. Təzə pəncərələrdən, ən yaxşı pəncərələrdən qoyulub. Çöl pəncərə, qapı qara rəngdədir və otaqlar və mətbəx ağ rəngdə pəncərələrdəndir. Çox vaxt müştərilər deyir, bu makler tikəndir, evdir. Bəli, makler tikəndir, amma inandırım sizi, əziz və dəyərli müştərilər, bu insanı mən neçə illər tanıyıram, çox gözəl və səliqəli insafla ev tikir. Heç bir şeydə əksiklik etmir. Heç bir şeydə. Özünüz də inşallah kiməsə maraqlıdırsa gəlsin, yaxından, diqqətlə baxsın. Bir daha deyirəm, Xəzər bağı, Simurq restoranın aşağısında, həyət, torpaq 2 sot, evin kvadratı 94, 3 otaq və aşağı yay mətbəxi. İnşallah nömrəmə zəng eləyin, aşağıdakı nömrəmə zəng eləyin, əlaqə saxlayın, qiyməti deyəcəm.